Bir alfa müstəvisi götürək. Paralellogram kimi də çəkə bilərik, belə də çəkə bilərik. BC tərəfi alfa üzərindədir deyir. Və həmin müstəvir 60 dərəcə bucağına gətirən düzgün ABC üçbucağına, deməli bir düzgün ABC üçbucağı var. Belə bir çəkdik. BC tərəfi alfa müstəvisi üzərindədir dedi. Burada A qoyduq. Bu formada yəni çəkdik. Deyir ki, bu üçbucağın müstəvi üzərində proyeksiyası DBC üçbucağıdır. Müstəvi üzərində proyeksiyası DBC üçbucağıdır. Sizcə DBC üçbucağının proyeksiyasını necə çəkmək lazımdır? A nöqtəsindən müstəviyə perpendikular endirmək lazımdır. Düzdürmü? Mən üzrə neçənci sualıydı bu? Bu 4-cü sual. Aydındır. Demək, A nöqtəsindən müstəviyə perpendikular endirdik. Müstəviyə perpendikular endirən vaxtı burada nə yarandı? Kim deyər? Səbəbi 90 Bunu mən dərəcə. yazmışam mənim. Bəli. Efe. AD deyir ki, müstəviyə perpendikulardır. Bizə verir AD bərabərdir 3 kökdə 3. Üstündə də yaza bilərik əslində. 3 kökdə 3. Burada da yaza bilərik. Düzmü köçürdüm. Səhv eləməmsə belə. CD-nin uzunluğu neçə santimetrdir? CD x-dir. Demək, burada ABC bərabər 60 dərəcə var mənim. Bəli. 60 dərəcə haradır? A-dan çəkirik B-dəyə. Onu da D ilə birləşdiririk. BC-nin ortasına, orada D ilə birləşdiririk. Tamamilə doğrudur. Deməli, biz buradan A-dan çəkirik BC-nin ortasına, burada. Və bu zaman D ilə birləşdiririk. Çünki bu hündürlük olmalıdır ki, o hündürlükdə bax, bu müstəvilər arasındakı bucağın təyin olunması da bizə lazımdır da. Biz demişdik ki, ortaq tildən iki müstəvi götürmüşüksə, məsələn, burada hansı müstəvilərdir? Bir BCD müstəvisi götürək, məsələn, bir ABC müstəvisi götürək. Bunlar arasında bucağı təyin etmək üçün ortaq til BC-dir axı. Biz buradan tutaq ki, A-yə yazaq bura. Bir hündürlük çəkirik. Bu həm BC-yə ortaq, BC-yə perpendikular olur, həm də üçbucaq ABC-nin hündürlüyüdür də A-yə. Onu da təyin eləyə bilərik. Amma burada indi bizə nə soruşur? Bizdən soruşduğu şey nədir? CD-nin uzunluğunu tapdır. Yəni X buradadır, bu tərəfdə. Biz necə tapa bilərik? Bundan sonrası 30, 60, 90-a gedəcək. Kim deyər? Heç kim deyəmədi. Deməli, biz buradan hansını tapacaq? AYD üçbucağını. Üçbucaq AYD-dən. X mənim BCD-yə aiddir. Orada da Bəli. A7 verilib. Ona görə tapa bilmədim. Aydındır. Yəni, gəlin indi tapaq da. Məsəl üçün, A7 üçbucağını görürsünüz də. 3 kökdə 3-dür. YA-nın qiyməti neçədir? 60-ın qarşısında 3 kökdə 3-sə, YD-nin qiyməti 30-un qarşısında durduğuna görə kökdə 3 dəfə balacadır. 6 olur. Deməli, bu da 6 olur. Doğrudur. Və bunun qiyməti bura 6 olmuş oldu. Eyni zamanda DY-nin qiyməti 3 olmuş oldu. Tamam. 3 oldu. Bundan sonra biz harf hərfi tapa bilərik. Düzgün üçbucağın hündürlüyünü görürük. AY düzgün üçbucağın hündürlüyüdür. ABC düzgün üçbucaqdır demişdi. ABC, üçbucaq ABC düzgün üçbucaqdır. Tamam. Düzgün üçbucaq bərabər tərəfli üçbucaqdır. Əgər biz bunu biliriksə, H-ın qiyməti də kökdə 3 bölü 2 A düsturu ilə tapılırsa, bu da 6-ya bərabərdirsə, buradan A-nı taparıq. Bu eləyəcək neçə? Qoşmasına da vursaq 4 kökdə 3 eləyəcək. Bu belə. 4 kökdə 3. Haranı tapdıq? AB-ni. Haranı tapdıq? AC-ni. AC zaten AC-ni başı tapmışdıq da biz. AC neçə idi? AC. AC 6-dırsa AB də 6 olmalıdır. Düzdür? Bəli. Bəs bizim tapdığımız nədir? Bizim tapdığımız A7. Yəni 2A. Əgər bizim tapdığımız A7 isə, A-yə onda bura 60 dərəcədir. aha. Bu nətər olur, elə olur. Əslində mənim əksinə getmək lazım idi. O mənim 60 dərəcənin kökdür. qarşısında duran
KT Buradan AY'ni bəli, neftin yarısına bərabərdir. Deməli, AY 2x-dir, B, daha doğrusu Y'də x idi. Biz belə götürsək, buradan AY'ni tapıb, sonra da bərabər tərəfli üçbucaq idi də deyəsən. Hı -hı. Deməli, biz burada yazmışıq yazmağına. İndi qalır qısa bir yoldan çözmək. Deməli, AYD üçbucağının köməyi ilə biz tapdıq. Nəyi tapdıq? Biz AY-ni tapdıq əslində. Düz deyil, AY-ni 6 tapdıq axı. Bu AYD üçbucağından tapdığımıza görə birinci işimiz budur. Tutaq ki. İndi düzgün üçbucağın tərəfini tapmağa çalışıram. Düzgün üçbucağın hündürlüyü bizdə AY idi. Biz bunu 6 bilirik. Kökdə 3 bölü 2 A ilə tapdıq. Burada oldu tərəf belə çıxır ki, 4 kökdə Müəllim 3. 6 üçbucağın tərəfləri olmur. Deməli, bura 4 kökdə 3. Yox, niyə olmur? Bura 4 kökdə 3. Üçbucağın tərəfləri A, B, AB, AC, BC-dir. AC-nin AYD ilə heç bir əlaqəsi yox. Başa düşdünüz? Orada elə bir ki, siz bunu təsəvvür elə bilsəz, yəni ayrı-ayrı üçbucaqlardır. Bunların ortaq tili yoxdur. Yəni ABC üçbucağı baxmayaraq ki, A nöqtəsindən gəlir. ABC üçbucağı A nöqtəsindən gəlir, fəzadan gəlir. Lakin AYD də yenə başqa bir, yəni A nöqtəsindən gəlir, amma bunların heç bir xətti, məsələn, AC-nin YD ilə heç bir əlaqəsi yoxdur. Aydındırmı? Yəni biz burada tərəfi tapdıq. 4 kökdə 3-dür. Üçbucağın qırmızı ilə çəkdiyim üçbucağın tərəfləri və BC də o cümlədən 4 kökdə 3-dür. İndi buradan soruşsam YC-ni tapın. YC neçə olacaq? YC əgər bu bərabər tərəfli üçbucağın şeyidirsə, bəli, 2 kökdə 3 bura olacaq. Bax, bu hissə olacaq 2 kökdə 3. Tamam. Biz YDC üçbucağına yaxınlaşdıq. YDC üçbucağından istifadə etməliyik. Amma biz bu YDC-dən x-i bir dənə 2 kökdə 3 bilirik. Başqa bir şey bilmirik. Ona görə də bəlkə biz yenə də məsələn 3 sm haranı tapmışdıq? Bayaq yada salaq YD-ni. Görün və YD 3 sm tapmışıq. Deməli YDC üçbucağının artıq iki tərəfi bəllidir. Bir tərəfi 3-dür, bir tərəfi 2 kökdə 3-dür. Aydındırmı? Və əgər burada bir düzbucaqlı üçbucaq alınsa, biz Pifaqor teoremi ilə x-i tapacağıq. Pifaqor teoremi var burada. Hansıdır? Nə üçün 90 dərəcədir və harada 90 dərəcə? Bax, indi onu kim mənə deyər? Məsələn, demək, YDC-ni qıraqda çəkə bilərsiniz. Baxın, burada YDC üçbucağını qıraqda çəkdiniz. Məsələn, belə. Mən indi burada hansı bucaq? Bu bucaq 90 dərəcədir. Belə bir şey vardı. Deməli, BY A-ya perpendikulyarsa, məsələn, A-ya perpendikulyar idisə, oturacaqda da həmin şey perpendikulyar olurdu. Y-də də perpendikulyar olurdu BC-yə. Bəli, mailin oturacağından ki, 3 perpendikulyar teoremidir. Mailin oturacağından keçən düz xətt mailə perpendikulyarsa, onun proyeksiyasına da perpendikulyardır. Və buradan da biz x-i tapa bilirik. Bizim YD-mizin qiymətini bayaq tapmışıq 3, buradan da tapmışıq 2 kökdə 3. Deməli, x də bərabərdir kök altında bunların kvadratları cəmi. 3-ün kvadratı 9, 2 kökdə 3-ün kvadratı 12, 9-dan 12-ni toplayıb kökdə 21 cavabını ala bilərik. Sadəcə burada diqqətli olmalı məqam nədir? Məsələn, YDC üçbucağı haqqında bilgi. Yəni 90 dərəcəli olmasını başa düşmək. Əgər bunu başa düşə bilmirsinizsə... Müəllim, bəs orada biz AY-də də 90 yazmışıq. Baxın, 90-60 yazmışsınız. Onda ora 30 o fəzadan gəlir. Yox. Siz bunu fəzadan, təfəkkür fəzadan getin. BDC bir üstəvi üzərindədir. Yer səthi stolun üstündədir. YDC. BDC üçbucağı var şey. YD də oradadır. Yəni hamısı stolun üstündədir. Amma AY artıq fəzadan gəlir. Fəzadan gəldiyinə görə. Elə ki, bunu ancaq necə təsəvvür? Məsələn, yanımda olsaydınız, mən qələmlə bir şeylərdən göstərə bilərdim. Siz bunu təsəvvür eləməlisiniz ki, bu bir düz xəttin üstü deyil. Yəni, məsələn, 90 bura, 60 bura, burada 30 olacaq deyə bir qayda doğru deyil. Sadəcə burada belə baxmalısınız. DY perpendikulyardır. Ümumiyyətlə,
D, Y, C düzbucaqlı üçbucaqdır. Səbəbini bir də deyə bilərik. Yəni səbəbi nədir? Kimsə bayaq dedi, üç perpendikular teoreminə görə kim deyər? Yəni mən ümumiyyətlə qaydaları oxumuram, amma bu dərs bilmədiyimə görə bu dərsin qaydasını oxumuşdum. Tamam, yox, keçən dəfə demişəm, değil mi? Keçən dəfə demişəm ki, üç perpendikular teoremində mail, məsələn, burada mail hansıdır? Tutaq ki, AY maili. Baxın, AY maildir, hansı ki, yuxarıdan çəkmişəm. İndi bu mail müstəvi üzərindəki BC düz xəttinə perpendikulardır. Çünki biz orada dedik, bu perpendikular, düzdürmü? 90 dərəcə. Demək, mail düz xəttə perpendikulardır. Onda o mailin proyeksiyası kim mənə deyər? AY-nin proyeksiyası hansıdır? AY-nin proyeksiyası. 7. Bəli. 7. Deməli, əgər mail düz xətt mailə perpendikularsa, hökmən proyeksiyasına perpendikulardır. Mən sizə ona görə keçən dərs dönərlə dedim ki, yəni bu bizim belə çətin görülən məsələlərin həllində bizə işıq tutacaq. Ona diqqətlə qulaq asın. Məsələn, bir neçə məsələlər var ki, burada çətinliyi olan məsələlər. Elə bunlar rahat çözülür. Bir də deyirəm, demək AY mailinin proyeksiyası Y-dədir və BC mailin oturacağından keçən düz xəttdir. Mailə perpendikulardırsa, deməli Y-yə də perpendikulardır. BC düz xətt. O BC düz xətti müstəvi üzərindədir. O AY-yə perpendikularsa, deməli Y-yə də perpendikulardır. Ona görə burada özə keçən dərsdə bu tipdə sual işləməmişik. Yəni qaydasını demişdim ki, şəkil çəkmişdim. İstəsəz indi də çəkə bilərəm. Görərsiniz ki, doğrudan da biz o barədə danışmışdıq ki, yəni belə. Bu ona dəlalət edir. Oldu mu? Yəni bunu bilsəz, bunu yarada biləcəksiniz, yaza biləcəksiniz. Yaxşı. Sonra 6-cı sual məncə. üçüzlü bucağın iki müstəvi. Deməli, üçüzlü Yəni bu bucağı üçüzlü bucağı Üçüz- düşmürəm. Mənim qaydaları qaydada öyrən. oxudum. Baxın, üçüzlü bucaq bu deməkdir. Məsəl üçün, deyək ki, bizim 3 dənə, bax, bu müstəvimiz var. Bax, bu bucaq biri budur, biri də arxadakıdır. Deyək ki, biri AB arasıdır, biri BC arasıdır. Taxta 3 ayaq kimi fikirləşin. Taxta 3 ayaq. Bu zaman, məsələn, sizin otağınıza fikir verin. Bir təpədə 3 tilin birləşdiyini görürsünüz. Və 3 dənə müstəvinin orada elə ki, birləşdiyi nöqtədir. Görürsünüz də? Və bu zaman o tillərin arasındakı bucaqlara biz müstəvi bucaqlar deyirik. Müstəvi bucaqların cəmi yanınıza qalsın 360 dərəcədən kiçik olur. Əgər biri 110 dərəcə veribsə, birini 170 dərəcə veribsə, o birisi bucağı bilməsək də, amma bilirik ki, üçünün cəmi həmişə 360 dərəcədən kiçikdir. Bax, bunları mənə elə gəlir ki, siz belə deyək, qayda kitabından mütləq oxumalıydınız. Mütləq oxumaq lazımdır ki, sizə rahat gəlsin, yoxsa çətin olacaq. Yəni, qayda kitabını oxuyun. Kimsə oxuyub qayda kitabını? Mən biraz oxumuşam. Biraz. Mütləq oxumaq lazımdır. Yəni, sizdə olan qayda kitabından məsələn. Burada da onu görəcəksiniz. 200-lü bucaq, 300-lü bucaq, çoxüzlü bucaq. Aydındır, bunlar haqqında məlumatınız olmalıdır. Və təbii ki, bəzi məsələlər. Biraz şəkil qurmaq məsələsi çətinliyim var. 200-də bucaqlarda o üzlərə çəkilmə var. Ümumiyyətlə, onu daha rahat eləyə bilərik. Məsələn, 200-lü bucaq şərt deyil ki, mütləq götürəsiniz. Bunu başa düşdünüz də, burada x-i neçədən neçə kiçikdir, o ola bilər, amma məsəl üçün daha böyük. Necə? 360-dan 280-i çıxırıq burada. 80. Bəli. 80-dən kiçik olacaq, cavab da 80 olacaq. Bəli. Məsələn, ümumiyyətlə sual versə ki, 200-lü bucaq, məsələn, 200-lü bucaq. Siz elə bunu belə çəkə bilərsiniz. Məsəl üçün, səbəb nədir? Səbəb odur ki, məsələn, bizim tutaq ki, 2 dənə müstəvimiz var. Baxın, 2 müstəvi. Kitabın səhifələrini götürə bilərsiniz. Bu kitabın səhifələrini götürdük, çəkdik. Məsələn, biri bu, biri bu. Məsələn, biri də gəlsin, belə olsun. Məsəl üçün, belə. Gəlsin, buradan. Məsələn, burada da buradan geçsin. Məsələn, bu da belə.
Məsələn, bir növ kitabın səhifələrinin arasını görə bilərik. Bu zaman, məsələn, bizə deyəndə ki, bunlar arasında qalan bucaq, biz bunun ortaq til ki budur, ortaq til budur. Buradan tilə perpendikulyar olmaq şərti ilə, məsəl üçün, hər ikisinə uyğun çəkin, xətt çəkin və bunlar arasında qalan bucaq, kitabın səhifələri arasında qalan bucaq kimi başa düşürük. Və o da, məsəl üçün, bu tutaq ki, indi içəridə çəkdiyim, bax, onu qırmızılaşdırıram. Bu xətt elə burada çəkdiyim xəttdir. Yəni, bunun üstündə bir müstəvi var, elə bir burada bir müstəvi var. Aydındırmı? Bu da onların xətti bucağıdır və nəticədə bu bucaq başa düşülür. Ona görə də həmişə ikiyüzlü bucaq deyəndə siz belə bucaq işarəsi çəkə bilərsiniz. Daxilində bir nöqtə götür deyəndə buyurun, belə götürəcəksiniz. Məsəl üçün, deyək ki, üzə qədər məsafə belə götürəcəksiniz, o biri üzə qədər məsafə belə götürəcəksiniz. Ortaq til burada nöqtə olacaq. Çünki burada fikir verin, bura A yazıram. Məsələn, ortaq tilin üzərindəki bir nöqtədir artıq bu. Ortaq tili təmsil edir. Ortaq tili təmsil edirsə, bura qoyun. Ortaq tili təmsil edirsə, deməli, məsələn, B nöqtəsindən ortaq tilə qədər məsafə deyəndə belə çəkəcəksiniz. Bəzən görəcəksiniz ki, məsələn, deyəcək, bunu 3 verəcək, bunu məsəl üçün 6 verəcək, məsələn deyək də. Burada, tutaq ki, hər hansı bir məsafəni verəndən sonra, məsələn, bura 7, tutaq ki, AY-nin uzunluğunu verdi, məsələn, bu bucaq verdi və s. Yəni, məsələn, bu bucağa 30 dərəcə, məsələn, buranı 60 dərəcə verdi və burada biz işləyib məsələni çözəcəyik. İstəyirsiniz, gəlin, yavaş-yavaş məsələ həllərində mən sizin üçün seçmişəm hansı məsələləri, yəni fərqli-fərqli məsələləri işləmək olar. İstəyirsiniz, onlardan baxaq. Yəni, əgər istəyirsinizsə, istəmirsə, öz suallarınızı davam edə bilərsiniz. Yəni. Müəllim, bu dərs üzərində qalacaqsa, biz tamamlayaq, uzun sualları verin. Mütləq. Gəlin, onda mən fərqli-fərqli məsələ tiplərini eləyək. Yəni, seçilmiş məsələlərə baxaq, görək ki, necə eləyə biləcəyik. Məsələn, hansına baxaq? Bir dəqiqə mən şeyə baxım. PDF-də. Məsələn, 150-dən o yana istəyirəm baxaq. 100-dən də o yana baxa bilərik, fərqi yoxdur. Orada da, yəni, sadə suallar və mürəkkəb suallar üzü belə gedəsidir. Yəni, biz onlara baxmalıyıq. Məsələn, gələk, baxaq. Tutaq ki, 167 nömrəli məsələ. Əslində, asan məsələdir. Yəni, sadəcə olaraq istəyirəm ki, elə baxaq. 167. Tam açsın 167-ni. İndi oxuyursunuz. Əgər bir fikriniz olsa, deyin. Əlim dəydi, uçdu. Səhifə neçədə idi? Açmamışsınız. 186 müəllim. 186. Əlim dəyən kimi getdi. 186-da. Neçəyə baxırıq? 167-dir. Bayaqlar onu gördüm, şəkil. Məsələn, burada özü hazır şəkil verir. Hazır şəkil üzərində öyrənsəz, qaydalar, məsələn, və yaxud da ola bilər ki, özümüz çəkək. İndi eləsinə baxarıq, özümüz çəkərik. Məsələn, hazır şəkil verir. Düzdür? Məsələn, müstəvini çəkib, alfa müstəvisi deyib. Məsələn, burada bir AB perpendikulardır. Müstəviyə perpendikularsa oradan keçən istənilən düz xəttə perpendikulardır. O deməkdir ki, demək AD-yə də perpendikulardır. Buradakı AD-yə də perpendikulardır. Və buradan bir C nöqtəsi götürüb, hamısı müstəvi üzərindədir. Görürsünüzmü? B müstəvidən kənardadır. Və bu uzadıb, deyir ki, bu D düz xəttidir və burada perpendikular işarəsi qoyub. Yəni, bu nə deməkdir? Bu o deməkdir ki, bizə verilən məlumat, amma özü deyir də, AB perpendikulardır alfa. Deməli, müstəviyə perpendikular verilir. BC-nin uzunluğu CD-nin uzunluğuna perpendikulardır deyib. Onu da göstərdik. BC 17-dir. Buranı 17 yazaq. AB 15-dir. Buranı 15 yazaq. CD 6-dır. Buranı üstünə 6 yazaq. Və bizdən soruşur ki, AD parçasının uzunluğunu tap. X-ı tap. Məsələn, yanaşmanız BD-ni birləşdirə bilərik. BD-dən isə hansı daha səmərəlidirsə onu birləşdirmək lazımdır. Məsələn, AC müəllim. bəli, AC səmərəlidir. Niyə? O Pifaqor üçlükləri də sizə kömək eləməlidir, amma
Bunu niyə birləşdirmək səmərəlidir? İndi deyəm. Birincisi, bura 90-dır. Nədən? Əgər AB müstəviyə perpendikulardırsa, deməli, oradan keçən istənilən müstəvi üzərində A nöqtəsindən keçən istənilən düz xəttə perpendikulardır. Hətta A nöqtəsi olmasa da perpendikulardır. Düzdürmü? Bunu demişik. İndi buradan 8 olacağını bildikmi? Yəni Pifaqor üçlüklərindən istifadə edəndə 8, 15, 17. Açılır. Göy rəngi seçin. Deməli, bura oldu neçə? 8. Super. İndi burada başqa nə etməliyik? Baxın, bunları niyə seçirəm? 3 perpendikular teoremini görəsiniz. 3 Yenə perpendikular, AB perpendikular. bəli. Baxın, hansı maildir? Tutaq ki, biz deyək ki, 3 perpendikular teoreminə görə məsələn 90 dərəcə hardadır? Mən də bilirəm ki, 6, 8, 10 olar, amma buranın 90 dərəcə Pifaqordan olduğunu. Amma bunu yenə də isbatını bilməliyik. Çünki sabahları bizə elə ədəd verər, kökdə olar və s. Məsələn, biz onda nə üçün buranı 90 götürdük? Fikir varmı? Deməli, BC mənim DC-yə perpendikulyar olduğu üçün bəli. və həmin AC BA-da AC-yə perpendikulyar. Bəli, DC düz xəttidir. DC düz xətti. Əgər BC-yə mailə perpendikulardırsa, mailin proyeksiyasına da perpendikular olmalıdır. Bu zaman BC-nin proyeksiyası AC-dir uşaqlar. BC-nin ümumiyyətlə yadınıza qalsın ki, əgər bax fəzada görürsüz də bu BC müstəvi üzərində deyil. Bu 90-ın qarşısında durubsa o mail olacaq. Əgər o maildirsə, axtaracaqsınız mailin oturacağı olan C nöqtəsini. Bu zaman C nöqtəsindən keçən düz xətt. Əgər həmin mailə perpendikular verilibsə, hansı ki verilmişdi, özü vermişdi. Burada yazıb BCC deyə perpendikulardır. O zaman deyəcəksiniz ki, bunun proyeksiyasını tapın. Bu proyeksiyasına da perpendikular olacaq. Və salam. Ona görə 90. Və bu 3 perpendikular teoreminin belə deyək də o gözəl yazılış forması məncə bunu görmək olar. Bunu görə bilərsiniz. Məsələn 163-ə baxın. 163-də ikiyüzlü bucaqdan danışır. 162-də. 162-də. Baxaq 162-yə. Məsələn 162 bizə deyir ki, ikiyüzlü bucaq. İkiyüzlü bucağın daxilində götürülmüş A nöqtəsi. Dediyim kimi götürəcəksiniz. İkiyüzlü bucağı belə çəkəcəksiniz. Ehtiyac yoxdursa müstəvini çəkməyə ehtiyac yoxdur yəni. Daxilində deyəndə biri var üzündə desin. Bu bir üzdür. Məsələn bu üzdə A nöqtəsi götür deyəndə götür. Və yaxud o bir üzdə. Deməli indi daxilində deyil. Daxilində götürülən tutaq ki A nöqtəsindən üzlərə qədər məsafələr 5-dir. Bu nə deməkdir? Elə bir yerdə götürülüb ki, bax o ikiyüzlü bucağın təpə nöqtəsi deyək. İkiyüzlü bucağın tili deyək. Tili buradır. Düzdürmü? Bayaq dedim. Buradan bura qədər olan yol var ha. Bu bucağı bərabər böləcək. Əgər D nöqtəsindən üzlərə qədər məsafələr bərabər verilibsə. Oldu. D nöqtəsindən üzlərə qədər məsafələr bərabər verilibsə, bu kitabın arasında bir nöqtə götürürsən havada. Oradan kitabın üzlərinə qədər məsafələri çəkirsən. Tutaq ki 5 sm, 5 sm yazırsan. Perpendikularlar arasındakı bucaq deyəndə, baxın üzlərə çəkilən perpendikularlar arasında bucaq. Buradır, bu bura. Perpendikular arasındakı bucaq. 120-dirsə, burada yarı bölünür, yadınıza qalsın. Məsafələr bərabərdirsə, bu şey var idi, bucağın tənböləni üzərində götürülmüş nöqtədən bucağın tərəflərinə qədər məsafələr bərabərdirsə, yazı gəlir. Yəni, onda deyirdik, kongruent üçbucaqlar yaranır. Onun kimi eyni. Və 60 isə burada 30-dur. 30-un qarşısında duran katet 5-dirsə, bu zaman hipotenuz, yəni AD-miz 10-dur. Bizdən də nə soruşur? Yəqin ki, elə AD-ni soruşar. Baxarıq. Görə nə soruşur? A nöqtəsi ikiyüzlü bucağın tilinə qədər məsafə. Fikir verin. A nöqtəsindən ikiyüzlü bucağın tilinə qədər məsafəni 10 olaraq tapdıq və məsələ çözüldü. Oldu mu? Yəni bu formada. Məsələn, belə baxanda görəcəksiniz ki, 163 də 10-dandır. Rahat tapacaqsınız. Rahat tapacaqsınız. Amma gəlin bir dənə də 161 eləyək. Məsələn, 161-də bizə deyir ki, düzgün MNK üçbucağı var. Məsələn, deməli bir MNK üçbucağımız var. Baxın, çəkdim. Bura düzgün deməyinə baxmayın. Yəni şəkli çəkəndə
fəza təfəkkürünə görə, yəni tam bərabər çəkməyə ehtiyac yoxdur. MNK üçbucağıdır, amma düzgündür, doğrudur, bərabərdir. Bunlar uzunluqca eynidir. Bizə deyir ki, M təpəsindən onun müstəvisinə perpendikular qaldırılmışdır. Bu zaman M təpəsindən perpendikular bunu elə dik qaldıra bilərsiniz. Belə qaldırırsınız. M, Y perpendikuları. Aha. Sonra nə deyir? Deyir ki, MY MN-ə bərabərdir. İndi biraz bunu bərabər götürək. Özü verib çünki MY-nin MN-ə bərabər olduğunu və perpendikulardırsa, deməli bütün buradakı xəttlərə, buradan keçən istənilən xəttə perpendikulardır. Aydın olduğu bax buna diqqət edəcək. İndi baxaq görək ki, nə deyəcək? Deyir ki, MNK və YNK üçbucaq müstəviləri. Baxın, deyir MNK aşağıdakı müstəvi deyək, üçbucağın müstəvisi. Bir də YNK, yəni Y ilə N-i birləşdirək ki, YNK. Bir dənə də bunu birləşdirək. YNK-nı gördük. Bax, bunu ayırıram. Bax, bu gördüyünüz ki, bu üçbucaq müstəvisi ilə 2 dənə divardır elə bir ki. Bu zaman MNK döşəmədir, döşəmə. YNK isə yan divarlardan biridir. Hansı ki, NK-nın üzərində tikilibdir. Aydındırmı? İndi burada kim deyər? Hansı düzbucaqlı üçbucağı görürsünüz? Hansı düzbucaqlı üçbucaqlar var? EMN, EMK. Bəli. Çünki YM perpendikulardır dediyinə görə, bayaq dedik, YM çünki perpendikulardır. O zaman müstəviyə, M Bərabər nöqtəsindən yanlış. müstəviyə qaldırıldığına görə, bəli. Bu belə. İndi davam edirik. Hərflər qoymaq olar. Məsəl üçün, ümumiyyətlə, özünüz bilirsiniz ki, həndəsə məsələlərdə bu hərflərdən istifadə edə bilərsiniz. Qarışmasını 90 işarəsi də qoya bilərsiniz və s. Demək, Y-nin uzunluğunu da tapa bilərik. İndi gəlin biz nə istəyir onu tapaq. Müstəvilər arasında bucaq necə tapılır? Baxın, gəldik əsas vacib məsələyə. YNK üçbucaq müstəvisi ilə MNK üçbucaq müstəvisi, yəni döşəmədəki müstəvi ilə bu, bununla, yəni YNK-nın arasında qalan bucağı. Kim deyər, onu necə eləyirdik? Müəllim, perpendikulyarları çəkəcəyik. Bəli, Onların arasına çıxacaq. bəli. Biz onda bunu gəlin belə eləyək elə bununla. Deməli, buradan çəkirəm perpendikuları bura. Bu üçbucaq divar baxı, divar adi bir, hər bir divarın özü bir müstəvidir. Biz də müstəvi fiqurlar keçmişik, ona görə yəni üçbucağın perpendikularını çəkdim. A tərəfinə perpendikular çəkmişəm, 90 işarəsi qoymuşam. Eyni zamanda bizə lazımdır MNK-nın da perpendikularını. Onlar niyə burada görüşürlər? Çox maraqlıdır. Əslində ortaq tildir. MNK müstəvisi ilə YNK müstəvisinin ortaq tilidir. Bizə dedik ki, ortaq tildən həmin müstəvilərə perpendikularlar qaldırmaq lazımdır. Burada perpendikular olmalıdır və bu da perpendikulardır. Səbəb nədir? Səbəb yenə üç perpendikular teoremidir. Yəni, bu döşəmədədir. Təsəvvür edin ki, M, bura bir dənə, nə bilim, hansı hərf ataq? Məsəl üçün, L hərf ataq. ML, üçbucağın hündürlüyü odur. Yəni, daha düzgün üçbucaqdır. MNK-nı bizə düzgün üçbucaq vermişdir. Doğrudurmu? Aha. Yəni, onda tam başa düşdürürsə, yəni 3 perpendikular teoremində də biz nə demişdik? YL maildir. Mailin oturacağından keçən düz xətt, mailə perpendikularsa, onun proyeksiyasına da perpendikulardır. Onun da proyeksiyası elə ML olur. YL-nın proyeksiyası YM H olduğuna görə, perpendikular olduğuna görə ML-dir. Və demək ki, bu da avtomatik, mütləq həmin yerdə olmalıdır. Bunu başa düşəndən sonra müstəvilər arasında bucaq gördüyümüz kimi bunun rəngini başqa rəngdən elədim. Burası axtarırıq, bu bucağı axtarırıq və bunu kim mənə deyər? Məsələn, bu bucağı iki tərəfi bəllidir. M bu neçəydi yazmışıq? Nə yazmışıq orada? L-dır. MC-dir. L. Hə, ML. ML bərabər tərəfli üçbucağın hündürlüyüdür. O da Tamamilə tərəfin doğrudur. özünə bərabərdir. Tangenslə. Yox, tərəfin özünə necə bərabərdir? YA tərəfin özü. Adını düşür oxuya bilmirəm mən bu hərfləri. Bərabər tərəfli üçbucağın hündürlüyünün düsturu necədir? YM tərəfin özünə bərabərdir. ML isə onun hündürlüyünə bərabərdir. Elə dedim. Hə, və necə tapılır onun hündürlüyü? Kökdə A kökdə 3
Hmm, A kökdə 3 bölü 2 idi. Belə. Mütləq bərabər tərtib. Onu bərabər tərtib üç kök bucaqda, kök 3 hə, bölü 2 A. bərabər tərtib üç bucaqda buranın 60 dərəcə olduğunu, buranın 30 dərəcə olduğunu bilməlisiniz. Tərəf A-dırsa 90-ın qabağında duran. Onda 30-un qarşısında duran A bölü 2-dir. Bilməm, demişdim bir dəfə də deyəsən. 60-ın qarşısında duran da kök də 3 dəfə ondan böyükdür. Yəni A bölü 2-dən kök də 3 dəfə böyükdür. O da gəlir onu verir. Tamam. Bunu bildik. Dərhal biz keçirik tangesi alfadan tapa bilərik. Niyə tangesi alfadan tapa bilərik? Bura bir alfa qoyum. Tangesi alfa ona görə ki, qarşıdakı katetin bitişik katetə nisbət. Qarşıdakı katet A-dır. Bitişik katet də ml-dir. ml-i də tapdıq kökdə 3 bölü 2A. Bununla da A-lar ixtisara gedir və 1 bölünsün alınır. 2 bölünsün daha doğrusu. 2 bölünsün kökdə 3 alınır. Burada arctanges 2 bölü kökdə 3-ü götürmək lazımdır. Yəni bu onu göstərir ki, bəli biz burada yəni bunları müstəvilər arasındakı bucağı, buna həm də ikiyüzlü bucaq deyirlər. Məsələn, sizə desələr ki, bu müstəvi ilə məsəl üçün MNK müstəvisi arasındakı bucağı tap, eyni qayda ilə həmin ikiyüzlü bucağı tapırıq. Və fikir verin, NK ortaq tildən həm deyək ki, NYK müstəvisinə perpendikulyar qaldırmışam, tilə perpendikulyar, həm də MNK müstəvisinə doğru, yəni gördüyünüz kimi NK xəttindən L nöqtəsindən perpendikulyar qaldırmışam və o ikiyüzlü bucaq əslində həmin müstəvilərin xətti bucağıdır. Həmin o ikiyüzlü bucağın xətti bucağıdır. Oldu mu? Aha, bu belə. Sonra, məsələn, bu tiplər 3 perpendikulyar. Yəni, məsəl üçün, mən burada baxıram, çoxsu 3 perpendikulyar haqqında teoremdir. Məsələn, bu formada gedir. Məsələn, nəsə fikriniz olsa, sualınız olsa buradan verə bilərsiniz. İstəyirsiniz, bir dənə də tamam fərqli bir şeyə baxaq. 166 nömrəli misal tamam fərqlidir. Yəni, biz bunu öyrənməliyik. Bu qaydanı da bilək. Məsələn, deyir ki, fəzada verilmiş üçbucağın təpə nöqtələrindən müstəviyə qədər məsafələr verilir. 6, 11, 7. Üçbucağın ağırlıq mərkəzindən həmin müstəviyə qədər məsafəni tap. Bir də nə deyir? Deyir ki, bir fəzada bir üçbucaq var. Necəsə bir üçbucaq var. ABC olsun, məsələn, bir şey olsun. Bu üçbucağın təpə nöqtələrindən müstəviyə qədər məsafələr. Müstəvi aşağıda bir müstəvimiz var. Yer səthi. Buradan bura qədər məsafə. Bizə verir, tutaq ki, 7. O birisində bizə verir, birində verir neçə? Qoy bunu biraz qəşəng çəkək. Bu bir dəqiqə. Qəşəng çəkək. Aha, bu belə. Buradan bizə verir, birində 11. Buradan çəkək. Tutaq ki, 11. Birində də verir bizə neçə? Bizə verir 6. Düzdür? Düz dedim? Bəli. Düz dedim. İndi deyir üçbucağın ağırlıq mərkəzindən. Ağırlıq mərkəzi nə idi? Ağırlıq mərkəzi. Medianların kəsişmə nöqtəsi. Bəli. Medianların kəsişmə nöqtəsi. Burada bir qaydanı öyrənəcəksiniz ki, həmin qaydadan həmişə yola çıxaraq bu misalı həll edin. Bu qaydaları tapacaqsınız. Yəni ağırlıq mərkəzi olanda siz bu düsturdan həmişə istifadə edəcəksiniz. Məsələn, bizə indi soruşur ki, həmin bu ağırlıq mərkəzindən müstəviyə qədər məsafəni tap. Bu müstəviyə qədər məsafəni tap. Burada elə ki, hamısı 90, 90, 90, 90 müstəviyə qədər məsafələrdir. Və biz burada vaxt itirmədən tapa bilərik. Qaydanı bilən var? Yəni, hansı qaydaya görə gedirik? Heç kim bilmir. Bilmirik. Deməli, fəzada əgər üçbucağın təpə nöqtələrindən müstəviyə qədər məsafələri veribsə, bu zaman yanınızda qalmalıdır ki, bu üçbucağın ağırlıq mərkəzindən müstəviyə qədər məsafə həmişə bu məsafələrin ədədi ortasına bərabərdir. O üçbucağın təpə nöqtələrindən ki, müstəviyə məsafələr endirilir. Bax, bunlar həmişə deməli, belə bir düstur kimi yadda saxlaya bilərsiniz. Həmin məsafə x desək, məsafələri toplamının amma modulda toplamının 3-ə bölünməsidir. Yəni, bu qaydanı yadda saxlayın ki, belə misalda daha rahat vaxt itirmədən misalı çözə biləsiniz. Təbii ki, modulda yazmağınız mütləq vacib olacaq.
Yəni biraz fərqli. Burada neçə olur? Deməli 7, 6, 8. 11, 13, 24, 8. Deməli o məsafə mütləq 8 olacaqdır. Paralelogramlarda da buna oxşar bir var. Məsələn, belə bir məsələlər var idi paraleloqramla bağlı. Məsələn, vaxtımız çatar yəqin ki. Məsələn, o amma çox o tərəflərdə deyildi. Məsəl üçün bir dəqiqə baxım, görüm neçənci suallarda. Səhv eləmirəmsə, nəsə olsun da özümdən verəcəm. Bu belə bir şeydir. Tutaq ki, biz paraleloqram çəkilib, paraleloqram. Bu paraleloqramın təpə nöqtələrindən müstəviyə məsafələr çəkilir. Təpə nöqtələrindən müstəviyə məsafələr çəkilir. Müstəvi də aşağıdadır. Tutaq ki, bizim bu aşağıda bir müstəvimiz var. Buradan təpə nöqtələrindən şey endirirəm. Siz deyin. Perpendikularlar endirirəm. Perpendikularlar endirirəm. Məsələn, bu perpendikularların uzunluqları fərqli uzunluqda ola bilər. Məsəl üçün, bura 5 olsun, bura nə bilim 8 olsun. Məsəl üçün, versin də. Məsələn, amma birini saxlayacaq. Məsəl üçün, bura tutaq ki, 12 olsun. Məsələn, buranı soruşsun. Bu cürünə bir sual olmuş olsun. Nəticədə bizdən soruşur ki, bu perpendikuların uzunluğunu tap. Müstəviyə qədər olan D1-in uzunluğunu tap. Aha, burada da eyni qayda keçərlidirmi? İstəsəz, məsəl üçün, bunun üçün xüsusi isbat verə bilərəm və hamısı üçün bunu tətbiq edə bilərik. Burada da diagonalların kəsmə nöqtəsindən çəkəcəyik. İsbat olması üçün. Sonra onlar 4-ə Amma böləcəyik. isbatı olmazsa, siz belə eləyəcəksiniz. Diagonalların, məsələn, diagonalları birləşdirən o nöqtələr yoxdur. Məsələn, AC. Orada A-dan endirilənlə C-dən endirilənin cəmi həmişə bərabərdir o biri diagonalın B-dən endirilənlə X-in cəminə. Və salam. Əgər, yenə deyirəm, müstəvi paraleloqramı kəsmirsə də, bu formadadırsa, müstəvi paraleloqramı kəsmirsə, bu doğrudur. Məsələn, bunun isbatını da verə bilərik. Burada deməli cavab 17-8 oldu, düzdürmü? X 9 oldu. Yəni bir paraleloqram götürsək, dedik ki, qoy onu bir də deyim. Məsələn, bir paraleloqram götürsək, mən isbat eləyək ki, onu dedim. Məsələn, bir paraleloqramın bu təpəsi, bu təpə nöqtələrini yazaq. Bir də bunun diagonallarını çəkək. Diagonallarını çəkək. Burada bir O nöqtəsi götürək. İndi isə biz bu A nöqtəsindən müstəviyə doğru, burada olacaq müstəviyə doğru perpendikularlar endirək. Endirək. Gəlin onda əvvəlcə addım-addım. Məsəl üçün, mən qarşı A ilə C-ni götürüm. A ilə C-ni götürdüm. Məsəl üçün, deyirəm ki, gəlin uşaqlar, O-dan O1-ə, bura qədər O1 deyək buna, bura A1 deyək. Buna da C1 deyək. Gəlin buna birləşdirək. Məsafə dediyinə görə perpendikar qoyaq. Bu da perpendikar olsun, bu da perpendikar olsun. İndi tutaq ki, bunun məsafəsi A-dır, bunun məsafəsi B-dir. Biz indi bu da tutaq ki, O1, X olsun. Məsələn, deyirəm ki, burada nə görürsünüz? A, A1, C1, C. Fiqurun adı nədir sizcə? Trapesiya. Bəli. Kübra müəllimə müasir texnologiyaların köməklə istifadə edir. Amma yəni paraleloqramı belə müstəvini çox belə çəkmək istəyirəm. Aha, deməli, indi biz X-i tapmaq üçün trapesiya olduğuna görə trapesiyanın orta xətti olur. Baxın, orta xətt. Çünki paralelin diagonalları kəsişir, yarıya bölünür. Doğrudurmu? Tamam, orta xətt. Oturacaqlar A ilə B-dir. Onda orta xətt A üstə ya B bölü 2-dir. Bura qədər aydındır. Düzdür? İndi isə mən bunu yığışdırıram və burada sizin üçün mənim müstəvimi itdi mənim müstəvimi. Bunu sileyim. Tamam, buranı da götürək. İndi isə istəyirəm o biri diagonalın üzərindən yola çıxım. Gəlin o biri diagonalın üzərindən yola çıxaq. Deməli, buradan 1 və buradan 2-ci səhv çəkdim. Təbii ki, səhv çəkdim. Buradan çəkirəm. Niyə bu günə düşübdür? Buradan belə. Aha, bu da belə. İndi fikir verin, eyni qayda buna da aiddir də. 90-90. Yəni, bura bir C qoyaq, bura bir D qoyaq. Yenə trapesiyanın nəyi olur? Orta xətti. Demək, X bərabərdə nə olacaq? C üstə gəldi, bölü 2.
X-lər hər tərəfdən eynidirsə, A üstəgəl B-nin C üstəgəl D-yə bərabər olmasından bayaqki qaydanı görmüş olduq. Deməli, paralelogramın təpə nöqtələrindən müstəviyə qədər olan məsafələr qarşı təpə nöqtələrinin toplamları bir-birinə bərabər olur. Bunu yadda saxlaya bilərik. Bu da buradan gələn bir qaydadır. Tamam. Sizə bir şey də deyim. Əgər hər hansı bir mailin müstəvi ilə əmələ gətirdiyi bucaq nə qədər böyükdürsə, onun proyeksiyası sizcə kiçik olur, yoxsa məsələn tutaq ki 80 dərəcəlik bucaq əmələ gətirir. Bəli. Deməli, əgər bir mailin müstəvi ilə əmələ gətirdiyi bucaq kiçikdirsə, məsələn tutaq ki bu 40 dərəcədir. 40 dərəcədir. 40 dərəcə. Bir də var ki, biraz daha böyük bucaq əmələ gətirir digər mail. Eyni nöqtədən çəkilmiş maildən söhbət gedir. Məsələn, bu mail. Təbii ki, bu zaman bu əgər 80-dirsə, məsələn deyək, 80-dirsə, bunun proyeksiyaları budur. Deməli, mailin müstəvi ilə əmələ gətirdiyi bucaq nə qədər böyüksə, onun proyeksiyası bir o qədər kiçik. Yəni, böyükdürsə kiçikdir, kiçikdirsə böyükdür. Məsəl üçün, indi bu mailə A maili deyək, bu mailə B maili deyək. A mailinin proyeksiyası buradan buradır. Görürsünüzmü? 40 dərəcədir amma müstəvi ilə əmələ gətirdiyi bucaq. Buna baxmayaraq o 80 dərəcə əmələ gətirilən maildən, yəni mailin B mailindən proyeksiyasından, B mailinin proyeksiyasından gördüyünüz kimi böyükdür. Aydındır? Məsələn, bu da məsələ həllində lazım olur. Bir də görürsən, bir-iki dənə belə məsələ verəndə bunları dərhal yaza bilirsiniz. Yaxşı. Sonra bir də şeyi yaxşı bilməliyik. Baxın, fiqurun ortoqonal proyeksiyasının sahəsi. Fiqurun ortoqonal proyeksiyasının sahəsi. Tutaq ki, hər hansı bir müstəvi ilə bir fi bucağı əmələ gətirən fiqur var. Fiqur var. Həmin o fiqurun, fi bucağı əmələ gətirən fiqurun deyir ki, həmin müstəvi üzərindəki ortoqonal proyeksiyasının sahəsi necə tapılır? Kölgəsinin sahəsi necə tapılır? Kim deyər? Proyeksiyasının sahəsi. Təbii ki, ilkin fiqur həmişə özünün proyeksiyasından müstəvi üzərindəki proyeksiyasından böyük olar. Böyük bərabərdə ola bilər. Doğrudurmu? Əgər paralel olursa. İndi buradan belə bir qayda. S proyeksiya mütləq həmin o ilkin fiqurun kosinus fi ilə vurulmasından yaranır. Bax, bu bizim ən vacib, yəni lazım olacaq düsturlarımızdan biridir. Bunu hansı misallarda, məsələlərdə görə bilərsiniz? Gəlin baxaq, görək hansı məsələdə görmək olar. Fiqurun ortoqonal proyeksiyasına baxılır. Üçbucaqda var. Təbii ki, üçbucaqda da var, dördbucaqda da ola bilir. Yəni Bir biz tərəfin müstəvi üzərindəydi. Deyirdi ki, üçbucağın proyeksiyasının sahəsini hesabla. Bəli, o əvvəldə də ola bilər. Mən baxıram, bir dəqiqə baxım, görüm tapa biləcəm. 150 neçələrdə olmalıydı. Yoxsa dəqiqə. Məsələn, 169 var. Belə bir 169 nömrəli sual. Siz də açın. Məsələn, 169-da məsələn görürük. Məsələn, 169-da bizə deyir ki, şəkildə verilmiş alfa və beta müstəvilər arasındakı ikiyüzlü bucaq görürsünüz, belə bir şey deyir. Deməli, burada bir şəkil verib bizə. Şəkil verib. Nəsə, düzdürmü? Bu şəklin içində iki dənə müstəvini çəkib. Bunun rəngini görə dəyişəcək. Aha. Bu müstəvilərin biri alfa müstəvisidir, biri beta müstəvisidir. Bizə də deyir ki, bu müstəvilər arasındakı bucaq 45 dərəcədir.
Bu maraqlıdır. 200'lü bucaq 45 dərəcədir. Burada verib bizə A1, B1, sonra burada beləncik, belə formada çəkilibdir. Biraz pis çəkdim, amma olsun. Çəkmişəm artıq. Burada D1. İndi kiminsə fikir varsa buyursun desin. Məsələn, buradan belə çəkib, buradan da yəni bu formada çəkib. Kiminsə fikir var mı? Heç kimin heç nə fikri yoxdur. Fikir olmaması yaxşı deyil. Yəni hər hansı bir fikir irəli sürməliyik ki, bu belə ola bilər. Məsəl üçün burada D-dir, burada A-dır, burada B-dir, burada da C-dir. Yəni bizə soruşur ki, ABCD kvadratdır. ABCD kvadratdır. Deməli bu hissə ABCD kvadratdır. Bütün tərəfləri bərabərdir və uzunluğu da 6-dır. Uzunluğu da 6-dır. Bizə deyir ki, təpələrdən qaldırılmış perpendikulyarları hansı ki A1-dir, B1-dir, C1-dir, D1-dir. Bunların beta müstəvisi ilə kəsişməsindən alınan A1, B1, C1, D1 dördbucaqlısının sahəsini tap. Yəni A1, B1, C1, bir də D1 dördbucaqlısının sahəsini tap. Əslində o qədər çətin deyil. Nə mənada çətin deyil? Əgər müstəvilərlə bağlı və birinin də kölgəsinin digərində yaranması ilə bağlı sual düşürsə, burada 45 dərəcənin verilməsi o kosinus bucağın, yəni o ikiyüzlü bucağın arasındakı qiymətin verilməsidir. Yəni bayaq dediyim düsturla gedəcəyik. Yəni bizim fiqurumuzun proyeksiyasının qiyməti həmin əsl fiqurumuzun kosinus fi ilə çarpılmasından alınır. Bəs indi proyeksiyamız bizdə hansıdır? Kim deyər, heç olmasa bunu deyin. Hansı fiqurun? A1, B1, Bəli, C1, bizdən D1. soruşulanın. Doğrudur, bu budur. Onda deməli bərabərdir götürürük. Fiqurumuz kvadrat olduğuna görə 6-nın kvadratı 36. Bucağı da 36 vurulsun. bəli 45 Kosinus dərəcə. 45. Və salam. Bundan 5 da 2 cavab, bölünsün 2. bundan da cavab alınmalıdır. İndi bilmirəm. 18 kök 2. 18 kökdə 2 cavabını əldə edir. Yəni bu belə. Yaxşı. Əgər hansı nəyisə səhv yazdımsa, təbii ki, siz düzəldə bilərsiniz. Yəni fikriniz olsa düzəldə bilərsiniz. Yəni bu formada dedik. İndi əsasən üçbucaqlarda rastımıza çıxır. Bəli, üçbucaqlarda görürsən ki, rastımıza çıxan kimi biz orada, məsələn, siz necə? Bax belə bir tutaq ki, adi bir sual verim də. Tutaq ki, ABC üçbucağı verin. ABC üçbucağı. Onun hər hansı bir müstəviyə ortoqonal proyeksiyası A1, B1, C1-dir. Məsələn, deyir ki, ABC üçbucağının alfa müstəvisinə ortoqonal proyeksiyası A1, B1, C1-dir. Məsələn, verir ki, həmin əvvəlki üçbucağımızın sahəsi olsun 100, məsələn, kvadrat metr. Deyir ki, tutaq ki, proyeksiyası da həmin o ortoqonal proyeksiyası, yəni perpendikulyar proyeksiyası deməkdir. O da olsun, tutaq ki, bunun yarısı 50 kvadrat metr. Desin ki, bu ABC üçbucaq müstəvisi ilə alfa müstəvisinin əmələ gətirdiyi bucağı tap. ABC üçbucaq. 60. 60 dərəcə. Bəli, Daha doğrusu. bəli. Yəni həmin qaydanı tətbiq edib 100 bərabərdir. 50 vurulsun kosinus fi yazıb. Şəkil çəkməyə də ehtiyac yoxdur əslində. 2də 1 alıb kosinus fini. Fi də bərabərdir. 60 dərəcə götürə bilərsiniz. Yəni diqqətli olmalısınız da bu şeylərə daha diqqətlə yanaşmalısınız. Bu da belə. Yaxşı. Sonra əslində məsələn onu da isbat edə bilərik. Yəni çoxbucaqlının hər hansı müstəvi üzərində proyeksiyasının sahə düsturunu necə isbat edib bu S proyeksiya bərabərdir S vurulsun kosinus fi yaza bilərik. Məsələn adi bir düzbucaqlı götürüb onun üstündə də isbat edə bilərik. Yoxsa vaxtımızı ona sərf eləmək istəmirəm. Belə. Sonra keçək başqa suallara. Məsəl üçün, gəlin 160 nömrəli bir suala da baxaq. 160. Ya da bəlkə 100-lərə qaydaq, geri qaydaq. Məncə geri qaydaq. Geri qaydaq, çünki çox daha getdik. Məsələn, 100, 101, 102 bu formaya gələk, 103.
Görək orada nə var? Orada da maraqlı suallar olmalıdır. Bəziləri həddindən artıq asan sual olur. Yəni baxırsan ki, elə orta məktəb şagirdinə verilən sual tipindən bir şeydir. Məsələn, bax 100 hasar. Qaydalar verilir. Nə? Məsələn 107 kimi elə bir şeylər düşür. Hə. Qaydalar verilir. Məsələn hansı doğrudur, Bizə hansı belə yanlış. verməz. Onlardan düşür. Bu asandır. Bu belə şey verəsi deyil. Yəni, Düşməsə yaxşıdır. yox, belə Onlar bir heç şey, işləmir. Ona görə. çox belə məsələ verir də, məsələdə oturub həll etmək lazımdır. Yoxsa bu təklif doğrudur, yanlışdır. Çünki onu tapmaq sizə çətin kimi gələ bilər, amma çox çətin deyil. Çıxdaş eləmək üsulundan da istifadə edə bilirlər müəllimlər. Məsələn, bax 106 tamamilə fərqli bir məsələ tipidir. Tamamilə fərqli bir məsələ tipidir. Yəni səviyyəsində hiss olunur ki, məsəl üçün müəllim orada ilişib qala bilər. İndi orada ədəd verilsə lap ilişə bilər məncə. Məsələn, fikir verirsən, deyirsən alfa müstəvisi xaricində və eyni yarım fəzada götürülmüş A və B nöqtələrindən deməli bir alfa müstəvisi var. Alfa müstəvisi var. Bir də onun xaricində və eyni yarım fəza. Eyni yarım fəza nə deməkdir? Tutaq ki, bu müstəvinin tutaq ki, bu hissəsində, bu hissələrində, alt hissəsində yox. Yəni o müstəvinin axı şeyi yoxdur. Nədir adı siz deyin. Sonu yoxdur. Aydındır mı? Ona görə iki fəzanı iki yerə bölür. İndi deyir ki, A və B nöqtələrindən və burada bir A var, bir də B nöqtələri var. Tutaq ki, bu müstəviyə AC uzunluğu A-dır deyir. Bir də səhv eləmirəmsə B-dir. Bəli, B-dir uzunluğu B olan perpendikular çəkilidir. Demək, biz bunları birləşdirəndə təbii ki, bura perpendikulardırsa, bu da perpendikulardır. Buranı da birləşdirək, belə olsun. İndi bizə deyir ki, AD və BC xətlərinin kəsişmə nöqtəsində nə deyir? AD və BC xətlərinin kəsişmə nöqtəsindən hara qədər? Alfa müstəvisinə qədər. Məsafəni tap. Bura məsafə deyilmi? Bunu tap. Kim deyər? Bunu necə tapmaq olar? Mən şəkil çəkdim. Bəlkə də şəkil çəkəndə səhvlik eləyə bilərsiniz. Şəkil çəkdim də indən sonra düzəlməlidir. Çox bildiyimiz Mənim sual. trapesiya Tamamilə doğrudur. Trapesiyada nə idi o qayda? diaqonallar kəsişmə nöqtəsidən keçirilən parça nəyə bərabər? Düzbucaqlı, üçbucaqlı. Həmin mövzunu keçəndə oxşarlıq. Bəli, oxşarlıqla da olar. Oxşarlıq. Bəli. Məsələn, bura A idi, bura B idi. Bax, oturacaqlar birbirine paralel olan tərəflər. Bu da bizim bu diaqonallarımızdır. Bu diaqonalların kəsişmə nöqtəsindən bu yan tərəfə qədər, bura qədər olan məsafəni soruşur. Ki, burada CD var. Aydındır? Hə. İndi bunu necə tapırdı? Təbii ki, oxşarlıqla eləyirdik, amma qısa yolu eşmi yadında qalmıyor. Həndəsə mövzularını AB çıxılsın, A bölünsün 2. A vur B bölünsün, A üstə gəl B. Bunu bir dəfə isbat eləmişəm 4-cəli mövzusunda, 100% trapesiya mövzusunda, 4-cəli mövzusunda baxmaq lazımdır. A vur B bölünsün, A üstə gəl B. Yəni bu qayda ilə birbaşa yaza bilirik. Baxmayaraq ki, fəzadan danışır. Yəni eyni bunu soruşur bizdən. Vəssalam. Bu da belə. Üçbucağın təpə nöqtələrinin bir müstəvidə var. Ağırlıq mərkəzdən müstəviyə qədər məsafə 105-də soruşur. Amma burada biri deyir ki, təpə nöqtələrindən biri müstəvi üzərindədir. Digər təpələri müxtəlif yarım fəzadadır. Bu birsiz nə deməkdir? Müxtəlif yarım fəzada. Biri aşağıda, biri yuxarıda. Bəli. Bu formada bir şeydir. Yəni bunun çözümü necə olacaq sizcə? Sizcə bu necə olacaq? Məsələn, mən şəkil çəkim də. Şəkil çəkim ki, siz baxasınız ki, görə necə. Məsələn, bir müstəvi var. Bu müstəvidən deməli təpə nöqtələrinin biri müstəvi üzərində. Burada bir nöqtə var, təpə nöqtələrindən biridir. Bu müstəvi üzərindədir və deyir ki, digər təpələr Müəllim, onda kəsəcək. Təbii ki. Digər təpələri, məsələn, biri burada olsun, məsələn deyək, biri burada olsun. Bilmirəm də belə çək. Belə. Bu formada. Bunu belə.
İndi o qırıq-qırıq çəkmək, nə bilim nə, onları özünüz bilərsiniz. Yəni bunu belə göstərir. İndi bu formada olan deyir ki, üçbucağın təpələrindən biri müstəvi, digər təpələri o 7 sm məsafədə, yəni buradan bura biri 7 sm-dir. Buradan bura biri də müstəviyə olan məsafəsi də 11 sm. Yəni bura 7 olsun, bura 11 olsun. Aha. Bu zaman bu ki var ha, C-dən çəkdiyim var ha. Bu C-dən çəkdiyim üçbucağın içində deyil ha. Bu müstəvinin üstündədir. Müstəvinin üstündə zaten bir dənə A nöqtəsi var. Yəni üçbucağın bir dənə A nöqtəsi var. Yadınıza qalsın. Yəni bu fəzad təfəkkürü budur. Yəni ola bilər ki, üçbucağı çəkərdim ki, üçbucağın məsəl üçün C tərəfi burada olardı. Buradan Y belə çəkərdim. Yəni belə də ola bilər. Məsələn, indi bizdən soruşur ki, bu üçbucağın ağırlıq mərkəzinə müstəviyə qədər məsafə. Hə, üçbucağın ağırlıq mərkəzi də yenə fəzada hər hansı bir nöqtə olsun. Məsəl üçün deyək, ağırlıq mərkəzi bura olsun. Yəni belə çəkirəm ki, görəsiz ki, yəni hə, fəzadan çöldədir də, müstəvidən çöldədir. Tamam. İndi bu ağırlıq mərkəzindən hara qədər, müstəviyə qədər məsafəni soruşur. Biz artıq bu qaydanı keçmişdik. Yəni bunlar heç biri bir-birini kəsmir. A, B, C və s. heç biri bir-birini kəsmir. Deməli, biz bu qaydanı bayaq keçdik. Nə idi bu? Təpə nöqtələrindən olanları toplayırdıq. Ki, təpə nöqtələrindən birinə D1 desək, məsafəsinə. Birinə D2 desək, birinə D3 desək, modulda yazıb bunları 3-ə bölməliyik ki, həmin bu ağırlıq mərkəzindən müstəviyə qədər məsafəni tapaq. Ədədi ortasıdır. Amma burada D1-i bilmirik axı. Kim deyər A nöqtəsindən müstəviyə qədər məsafə neçədir? Sıfırdır, bəli. Təbii, Müstəvinin üzərində olduğu bəli, üçün. müstəvi üzərində olduğuna görə məsafəsi 0-dır. Hətta yaza da bilərsiniz. D2. Məsələn, biri 11, biri 10. Məsələn, deyə bilərsiniz ki, hansını siz götürdünüz? Onun fərqi yoxdur. Məsələn, tutaq ki, biz -7-ni götürdük. Elə Bunu da 11 götürdük. Modulda yazdıq. Yəni, baxaq görək, düzmü yazıram hələ? Yəni, ola bilər. 11-dən 7 çıxdım, 4, 4 bölü 3. İndi, təbii, yuxarı ya -4 olacaqdı, ya müsbət 4 olacaqdı, moduldan çıxacaqdı və salam cavabımız deməli 105, 4 bölü 3 tapıldı A variantı. Yəni, demək, qaydanı bilmək işi çox yüngülləşdirir. Bayaq 106-da dediyim o qayda da gördüyünüz kimi işi çox yüngülləşdirir. Deməli, müəyyən qaydaları bilməkdə fayda var. Məsələn, baxın, görək burada nə var? Məsələn, 101 ağır misala oxşuyur, yoxsa baxıram, elə ağır deyil, 101 ağır deyil. Məsələn, siz görürsünüz, baxırsınız, yəni burada hansını desəz, o tərəflərdən də baxa bilərsiniz, sualınızı verə bilərsiniz. Məsələn, romb məsələsi var burada, 103. Gəlin, istəyirsiniz 103-ə baxaq romb məsələsinə. Görək şəkil necə çəkəcək. Məsələn, ABC-də rombludur. Romb deyən kimi mən həmişə deyirəm ki, elə paralleloqram kimi çəkin. Kvadrat deyəndə deyirəm paralleloqram kimi çəkin. Yəni bu belə. Bucaq AB, A bucağı 45 dərəcə veribdir. Buraya yazaq 45 dərəcə. ABCD rombdur. Deyir ki, rombun C təpəsindən uzunluğu 7 sm olan perpendikular qaldırdım. 7 sm olan perpendikular. Adını deyib CF perpendikuları. F nöqtəsinin rombun adi tərəfini özündə saxlayan düz xəttə qədər məsafəni tap deyir. Fikir verin. F nöqtəsinə rombun adi tərəfini özündə saxlayan düz xəttə qədər. Rombun bu adi tərəfi budur da, belə gedir. Yəni, bura qədər olan F nöqtəsi də göydədir. ABC-də rombdur. Elə ki, belə yerdə yazır. Biz bura qədər olan məsafəni necə eləyə bilərik? Məsəl üçün, belə bir şey eləyə bilərik də. Baba, belə çəkdik, buradan belə götürdüm. Məsələn deyirəm. Tutaq ki, məsafə bura düşür də. Məsafə. Düzdür? Məsafə bura düşsün. D nöqtəsini biraz bu tərəfə qoyub, sol tərəfə qoyub. Qarışmasın. Aha. Başa düşdük necə oldu? İndi burada bir dənə öz adımın baş hərfini yazaq. Yazdıq bura E hərfi. Tərəfi verib, tərəf də 8 verib. Tərəfi də 8 verib. Romb olduğuna görə bütün bu tərəflər hamısı nədir? Eyni, 8. Tamam. Müəllim, C-dən Y-yə də bir xətt çəksək, o da perpendikular olan. C-dən Y-yə. Düzdür. Bura 90 dərəcədir, çünki CF perpendikulardır və burada istənilən xəttə perpendikular olduğunu bildik. Yəni, burada düzbucaqlı üçbucaq oldu. Bəli. Sonra CDY bucağı da 45 dərəcə olmuş olar. Tamamilə doğrudur. Bu bucağımız da 45 dərəcə olduğunu bildik. Bu da doğru.
Hipotenuz 8 olduğuna görə 4 Hipotenuz kökdə 2 8 olduğuna göre olar bura katetlər. 4 kökdə 2 olmalıdır. Doğru. Bizə elə bu lazımdır. Və Pifagordan f yeni tapa bilirik. Fikir verdiniz. Yəni məsələyə diqqətlə baxsaz, Pifagor teoreminə görə 7-nin kvadraты 49, 4 kökdə 2-nin kvadratı 32, 49 32 81, 81-dən 9 çıxdı. Varmı elə cavab? Var. Deməli, məsələni rahat çözdük. Sadəcə olaraq dediyimiz bəzi nüansları artıq nüansların çoxsunu dedik. Yəni o nüansları dəqiq biləndən sonra məsələni çözmək olur. Təbii ki, bəziləri gizlin olur. Yəni gizlənir, elə ki onu tutmaq çox çətin olur. Amma tutmaq lazımdır. Həmin şey ki, nə istəyir bizdən? Yaxşı. Başqa çətin. Məsələn, gəlin biraz da bu tərəfə çevirdim. Düzgün üçbucaqlı heyət. Düzgün üçbucaq deyən kimi orada hündürlük, median və sair şey olmalıdır. Üç ölçülü, üç üzlü bucaq. Məsəl üçün, bütün müstəvi bucaqları düz bucaqdır. Məsələn, bunlar da düşə bilir. Yəni, bəlkə. Gəlin 153 eləyək, arxasından üç üzlü bucaq 149-a baxaq. 153-ü oxuyun, görün kim eləyəcək 153. Nə oldu? Yəni, fikir var. Əsas fikirdir. Tamam. Bu öndə mən deyək də. Düşdü başa. Demək, çox çalışmalısınız. Deməli, neçə? 153, sonra da 149 eləyəcəkdik, düzdürmü? 153-də bizə deyir ki, hündürlüyü 4 kökdə 2 olan rombun müstəvisinə aid olmayan A nöqtəsindən romb müstəvisinə qədər məsafə. Baxın, əgər bir şey ki, rombun müstəvisinə aid deyil, çalışın bunu, məsələn, burada götürdünüz, baxın, A nöqtəsi götürdünüz. Yəni müəllim müstəvi aşağıda, A nöqtəsi yuxarıda olmuş olar. Elə götürürəm. Hə də həmişə belə götürün ki, rahat olsun sizə. Aşağıda da götürə bilərsiniz. Yəni A nöqtəsini burada da götürə bilərsiniz. Oysa altdan yuxarı işləmək daha çətindir. Yəni ki, yuxarıdan elə ki biz həmişə göyə baxırıq da, ayağımızın altında yerdir. O baxımdan belə işləmək daha faydalıdır zehnimiz üçün. İndi bizə deyir ki, 4 kökdə 2 bu bilmirəm də bu hara gedir. Romb müstəvisinə aid olan demək rombun hündürlüyü 4 kökdə 2. Baxın fikir verin. Bizi çaşdıra bilər. Bəzən elə bilərik ki, A nöqtəsindən müstəviyə, rombun müstəvisinə qədər məsafə 4 kökdə 2-dir. Bu deyir, rombun hündürlüyü 4 kökdə 2-dir. Rombun hündürlüyü 4 kökdə 2-dirsə, məsəl üçün mənim rombum budur. Rombun hündürlüyü 4 kökdə 2-dirsə, mən A-nı bilirəm, tərəfini tapa bilərəm, düzdür? Yəni, sonra, indi burada nə oxuyaq? Hələ davam edək, baxaq görək nə deyir. Tapa bilmərəm tərəfi. Hündürlüyü təkcə verməklə tərəfi tapmaq olmaz, düzdür? Deməli, rombun müstəvisinə qədər məsafə. Rombun müstəvisinə qədər məsafə 3,5-dir. Nə deməkdir? Demək, perpendikular buradan gəlir də, belə gəlir. Bunu verib amma. Demək, 3,5 budur. Rombun müstəvisinə qədər məsafə. İndi mən bilmirəm, o nöqtə diaqonalların kəsişdiyi nöqtəyə düşür ya düşmür, amma budur. İndi sonra nə gedir? A nöqtəsi rombun tərəflərindən bərabər məsafə. Rombun tərəflərindən bərabər məsafədədirsə, baxın, elə ki, bu formada yəni siz nə çəkməlisiniz? Bir xəttlər. Amma bu nöqtələr ki var, gəlib birləşən bu nöqtələr var, tərəflərə birləşən. Sizcə bu nöqtələr nəyin nəsidir? Rombun hündürlüyü. Tərəflərin Deməli, tərəflərin məsələn, tərəflərə qədər məsafələr bərabərdir. Yəni, burada yazılan tutaq ki, AM, AN, bütün tərəflərə qədər məsafələr bərabərdirsə, deməli, oradakı fiqur, yəni M, Y, N və arxada bir K götürək. K, onlar rombun daxilinə çəkən çevrənin toxunma nöqtələridir. Nəyin toxunma nöqtələri? Çevrə ilə toxunma nöqtələridir. Baxın, bu var. Burada bir çevrə var deməkdir. Həmişə belədir, biləsiniz. Səbəb nədir?
Səbəb odur ki, baxın, bununla birləşdirirsən bu radius olur. Bununla birləşdirsən bu radius olur. Bununla birləşdirsən bu radius olur. Radius toxunana toxunma nöqtəsində perpendikulardır qaydası var, amma bu fəzadan gəlir. Fəzadan gəlir. Amma məsəl üçün rombun tərəfi elə toxunan rolunu gedir. Toxunan. Yəni bura 90-dır, bura 90. Yəni biz nə görmüş oluruq? Təbii ki, A nöqtəsindən hamısını çəkməyimiz bizə çox fayda verməz. Baxın, burada bəzilərini sildim. Məsələn, bu üçbucağı saxladım. Bu AON üçbucağı düzbucaqlı üçbucaqdır. Çünki AO perpendikulardır. Və eri də tapmaq üçün bundan istifadə edə bilərik. Kim deyər? Rombun hündürlüyü 4/2-dirsə, R neçədir? 2/2. Bəli. 2 H bölü yarısı 2-dən. ilə. Bəli. Yəni bu bütün rombun hamısı üçün eyni qaydadır da H bərabərdir 2-yə. Hündürlük 2-yə bərabərdir. Səbəbi nədir? Səbəbi çox bəsitdir. Buradan bir hündürlük çəkib toxunma nöqtələrini birləşdirsəz, elə hündürlük olmuş olur və ona görə də diametr olmuş olur. Həmin çevrənin diametri 4/2, 2/2. 2/2 tapandan sonra A-onu qıraqda yazır ki, orada birinin içinə girirdi. Deməli, bura 2/2-dir. Bunun qiyməti 2/2-dir. Sonra A-onun qiyməti budur. 3,5-dir və salam bizə məsafəni soruşurdu. Baxın görün nə soruşurdu. Bəli, A nöqtəsindən rombun tərəflərinə qədər olan məsafələri soruşurdu və bizdən nə edəcəyik? Pifaqor teoremindən istifadə edəcəyik. 3,5-in kvadratı 12/125. 2/2 bu da 4/3-dən 12. 20 düz yazdım. Yox. Bir dəqiqə baxım. 2/3-ün kvadratı neçə edirdi? 12. 8. 3-dür müəllim o. 2/2 olmadı. Düz gəlir. 12. Deməli, bu da 8. 20/125. 20/125 də 4,5-in kvadratıdır. Ona görə 4,5 cavabını Bəli. götürə bilirik. Yəni bu da gördüyünüz. İndi keçə bir dənə 149 da yazaq. Üçüzlü bucaq. Üçüzlü bucaq. Yəni görək nə deyir. Üçüzlü bucağın bütün müstəvi bucaqları düz bucaqdır. Baxın nə deyir? Üçüzlü bucağın bütün müstəvi bucaqları düz bucaqdır. Bu bilirsiz nə deməkdir? Üçüzlü bucağın bütün müstəvi bucaqları düz bucaqdır. Kim deyər? Bu cümlə nə deməkdir? Sizi nəyə xatırladır? Düzbucaqlı Biz dedik deka. müəllim üçüzlü bucaqların Bunu koordinat xatırladır. sistemi. Bu yazıda düşdü. Bunlar hamısı ev ki otağımızın bir küncünün təpə nöqtəsini götürdünüz. O çəkdiyiniz 3 tip xətti ölçülər, eni, uzunu, hündürlüyü. Ev ki biz bunu götürə bilərik. Üçüzlü bucaqdır da, bunun özü də üçüzlü bucaq. Aydındır mı? Hamısı bu xəttlər bir-birindən 90-90-90 bucaq yaradır. Aydındır? 149-cu suala baxaq. Demək, üçüzlü bucaq deyir. Bütün müstəvi bucaqları üçüzlü bucağın bütün müstəvi bucaqları düz bucaqdır. Düz bucaqdır. Üzvlərdən 4 və 2 məsafədə olan nöqtəyə götürürük. Bu nöqtədə üçüzlü bucağın burada til deyir. Biz təpəsinə götürək. Təpəsinə qədər məsafəni tapaq. Məsafəni. Deməli, burada gəlin, elə başa düşək. Biz koordinat sistemlərini bilirik. Koordinat sistemləri, koordinat oxları kimi bir-biri ilə 90 dərəcəli bucaqlar əmələ gətirir. Düzdürmü? Əgər biz bu koordinat oxları üzərində düzbucaqlı paraleliped yaratsaq, həmin bu oxlar burada görünəcəkdir. Doğrudurmu? Bizim A nöqtəmiz elə bir yerdə olmalıdır ki, məsələn, burada götürə bilərik. Bu zaman deyək ki, Z oxunun məsafəsi deyək ki,
Əgər tir desəydi, məsəl üçün biz necə götürə bilərik? Buradan deyək ki, bunun koordinatları x-i 4, y-i 4, z-i 2 olsun. Məsələn, indi burada üzlərin diaqonalı olacaq. Əgər tirlərə qədər məsafə desə, üzlərin diaqonalı olacaq. Məsələn, bu bir diaqonal. Gördüyünüz kimi z oxuna qədər olan məsafə. İndi bu tirə qədər məsafə olmuş olacaq. Amma biz bilmirik ki, hansı tirə qədər məsafə istəyir. Tirə qədər məsafə olsa, məsələn, Pifaqor teoremindən istifadə edə bilərik. Üzün diaqonalını tapa bilərik. Aydındır mı? Məsələn, diaqonalın hipotenuz olduğunu götürürük. D kvadratu bərabərdir. 4-ün kvadratu üstə 4-ün kvadratu yaza bilirik. Eyni zamanda o biri deyək ki, üzə qədər, o biri tirə qədər məsafə deyəndə, məsələn, biz yenidən 4-ün kvadratu üstə 2-nin kvadratu götürə bilirik. İndi biz təpə nöqtəsinə qədər olanı götürək. Bu zaman təpə nöqtəsinə qədər olan biz bu nöqtəyə qədər olanı götürək. Bu nöqtəyə qədər olan məsafəni necə taparıq? Bunu qırmızı ilə yaşılan göstərək. Buradan bura qədər. Bax, bu hissəni taparıq. Bu əslində nədir? Bu əslində bu düzbucaqlı paralelin öz diaqonalıdır. Düzbucaqlı paralelin diaqonalı necə tapılır? A kvadrat üstəgəl B kvadratı üstəgəl C kvadratı. Əslində 4, 4, 2 üzlərə qədər olan məsafələrdir. Bunda heç problem yoxdur. Məsələn, bu divara qədər olan məsafə. Aydındırmı? Eyni qayda ilə digərlərdə də. Məsələn, bu aşağıda olan üzə qədər məsafə. Onlar da hamısı tirlərdir. Məsələn, bu xəttin özü gördüyünüz bu divara qədər olan məsafədir. X, Z müstəvisinə qədər olan məsafə. Eyni zamanda aşağıya doğru da eyni qayda ilə baxa bilirik. İndi bunu yerinə qoysaq, D bərabərdir. Kök altında 16, 16, bir də 4 aldı. Bizə 36, o da 6 cavabını alır. 147. Müstəvini kəsən parça. Deməli, biz bir müstəvini belə də göstərə bilərsiniz. Yəni, şərt deyil ki, mütləq çəkəsiniz. Yəni, bir dənə düz xətt çəkdiniz, müstəvini təmsil edir də bu düz xətt. Aydındır. Müstəvini kəsən parçanın ucları. Məsələn, buradan belə, buraya, bir də belə çəkdiniz. Məsələn, deyəndə ucları 2 və 4-dür də. Tutaq ki, bura 2 qoyun, bura 4 qoyun. Oldu sizin müstəvini kəsən parçaya da AB deyək. Burada A1 deyək, burada B1 deyək. Aha. Sonra deyək parçanın uzunluğu 10-dur. Sonra bunu AB 10-dursa bu sürüşdürün belə. Bura 10 olsun. 4-ü gətirin bura 6 olsun, burada 8 olsun da. Nə soruşacaq bizdən? Parçanın müstəvi üzərində proyeksiyası. Parçanın müstəvi üzərində proyeksiyası elə budur da. Bunun özüdür. Bununla bu eyni şey. Düzdür? Və son cavab 8. Çox asan bir misaldır. D variantı. Bəli. Oxşarlıqla da getmək olar. Dediyiniz kimi, yəni yaza bilərik. Amma yəni x, bura x Bəli, qoyub. mən oxşarlıqla getdim. Bəli. X bura 10x qoyub. Bəli, orada deyirik. Yəni o bəli, eləyə bilərsiniz belə. Ya da x-i tapandan sonra Pifaqordan həmin yeri tapacaqsınız da.